Bir koç, bir mentor, bir psixoloq seçəndə mütləq şəkildə o insanı əvvəlcə müşahidə edin, əvvəlcə ona baxın. Enerjiniz uyğun gəlirmi? Həqiqətən o insan sizə güvənilir hiss elətdirirmi və hər şeydən vacib o insan özünün dediyi prinsiplərə öz həyatında əməl eləyirmi? Təbii ki, siz şəxsən nə etdiyini bilməyə bilərsiniz, amma Instagramda çoxumuz hər şeyi göz qabağında paylaşırıq və siz müşahidələrinizə güvənərək müəyyən qərarlar verə bilərsiniz. Bir dəfə bir life coach'un canlı yayınına təsadüf elədim və xanım çox gözəl xanım idi əslində, amma canlı yayında öz güvəndən bəhs edirdi və insanlara bunu aşılayırdı. Bunu aşılamağına rəğmən üzünün bütün cizgilərini dəyişdirən filtr var idi və İnandırım sizə, ən az 2K o canlı yayında izləyici vardı və onu dinləməyə davam edirdilər. Bu mənə iki şeyi göstərdi. Birincisi, həqiqətən hər kəsin öz auditoriyası var və hər kəsin öz enerjisinə uyğun insanlar ona gəlir. İkincisi, bizim insanlar bir qərar verəndə düşünmürlər və həqiqətən baxdıqları şeyləri görmürlər.